Salam, bugün sizinlə fizika haqqında qısaca sual-cavab edəcəyik. Başlayaq. İlk sual mexanika nədir? Mexanika hərəkət haqqında elmdir. Mexaniki hərəkəti öyrənən bölməyə mexanika deyilir. Yaxşı, bəs mexaniki hərəkət nədir? Mexaniki hərəkət zaman keçdikcə maddi nöqtənin, yəni cismin, fəzada digər cisimlərə nəzərən vəziyyətin dəyişməsi halına mexaniki hərəkət deyilir. Mexanikanın neçə bölməsi var? Mexanikanın 4 bölməsi var. Kinematika, dinamika, statika, maye və qazların mexanikası. Kinematika nədir? Kinematika kinematos sözündən götürülüb, mənası hərəkət deməkdir. Hərəkəti doğuran səbəbləri araşdırmadan hərəkətin müxtəlif növlərini öyrədir. Məsələn, düzxətli bərabər sürətli hərəkət, çevrə üzrə bərabər sürətli hərəkət, bərabər təcilli hərəkət və s. Dinamika nədir? Dinamika dinamik sözündən götürülüb, mənası qüvvə deməkdir. Hərəkətin nə üçün bu cür olub, başqa cür ola bilməyəcəyini öyrənən bölmə dinamika adlanır. Beləliklə, dinamika qüvvə təsirini nəzərə almaqla Newtonun qanunları əsasında kinematikada öyrəndiyimiz bütün hərəkətlərin növlərini izah edərək öyrənilən bölməyə dinamika deyilir. Statika nədir? Statika cismin və ya cisimlər sisteminin taraslıq halını öyrənən bölməyə deyilir. Sonuncu bölməyə çatdıq. Maye və qazların mexanikası. Maye və qazların mexanikası özü də 2 yerə bölünür. Aerohidrostatika, aerohidrodinamika. Aerohidrostatika nisbi sükunətdə maye və qazların mexanikasıdır. Aerohidrodinamika isə hərəkətdə olan maye və qazların mexanikasıdır. Bura gəlmişkən deyim ki, nisbi sükunət və sükunət nədir? Məsələn, yerə görə biz sükunətdəyik. Yəni yerə görə biz bir yerdə dayanmışıqsa, bu yerə görə sükunətdir. Amma günəşə görə biz dayandığımız yerdə nisbi sükunət adlanır. Çünki günəşə görə biz daim, yəni yerlə birlikdə fırlanırıq. Ona görə bu günəşə görə nisbi sükunət adlanır. Bu günlük bu qədər. Sağ olun.